Salam değerli izleyiciler, son vaxtlar əhali arasında virus yayılıb və bu virusun yaranma səbəbi nədir? Bundan necə can qurtarmaq olar? Stimul Hospitalın terapevti İlham Hüseyni dinləyək və əlaqə nömrəsini də nəzərinizə çatdırıram: 070 335 65 25. Həkim sənə necə düzgün yaxşı diaqnoz qoyacaq sənə ki, cigərlər təmiz sağlam olmağı üçün. Ona göre ben geldim yalnız. Allah senden razı olsun. Çok sağ ol, Allah razı olsun. Buyurun. Bugün tez rast gelen hastalık keskin respirator hastalığı. Yani keskin respirator hastalığı ümumi sözlerdi ama bu hastalığın törədiciləri var. Onda cürbəcür törədicilər törədir. Virus infeksiyasıdır. Cürbəcür viruslar törədir. Yani ahali arasında grip düşünür cəmaət. Bu grip infeksiyası da ola bilər, başka bir virus da ola bilər. Yani bugün aktual gündə olan en vacib məsələlərdən biridir. Xəstəlik yüksək hərarət ilə başlayır, sümük əzələ ağrıları ilə başlayır. Bəzi hallarda askırıq olmaya bilər, sonra keçib quru öskürək verir. Bəzən də görürsən ki, qarın bağırsaq əlamətləri verir. Yəni bağırsaq tez-tez bağırsaq işləmələri verir. Xəstə diareya olur, yəni tez-tez tualetə gedir və su şəklində. Buna görə belə xəstələr təcili surətdə həkimlərə müraciət etməlidirlər və müalicə almalıdırlar. Xəstəlikdən qorunmanın əsas yolları birinci budur ki, xəstə gərək özünün immunitetini həmişə yüksək səviyyədə saxlasın. İmmunitet yüksək olmalıdır. Bunun üçün, yəni immuniteti saxlamaq üçün birinci immunitet özü genetik insanlara verilir. İkinci, immunitetin yaranması əsasən qidalanmaya bağlıdır. Təmiz qidalanmaya, normal yatmağa, rejimi, yəni yuxu rejimini saxlamağa, özünə baxmağa, yəni özünü yormamağa, bu məsələlərlə yəni özünün immunitetini həmişə günlərində saxlaya bilər. Əgər xəstə yoluxdursa, təcili surətdə həkimə müraciət etməlidir. Öz başına, bəzən görürsən xəstələr 10 günlərlə həkimə gəlmələr, öz başına müalicə alırlar. Bu öz başına müalicələrdən nə verir? Əksər hallarda bugün təsadüf eləmimiz ən çox odur ki, xəstələr bura gəlir pnevmoniyanın ağırlaşması ilə. Bu da bir neçə cür olur. Yəni bəzən görürsən bir payda olur, bəzən görürsən bir neçə payda olur. Yüksək, yəni belə pnevmoniya ağırlaşmalarına həkimə müraciət edir. Bu xəstəliyin ağırlaşma formasıdır. Yaşlı adamlarda ümumiyyətlə bu pnevmoniya çox pis özünü biruzə verir. Hava çatmamazlığı, dodaqlarda, sifətlərdə göyərmə, bir də ki, böyük təngi nəfəslik. Ona görə xəstələr xəstələnəndə mütləq həkimə müraciət etməlidir, ağırlaşmamalı olmasın deyə. Bu qədər.